Kəskin övrə başladığında 1 ay yarım, 2 aya qədər biz təsir göstərib bitirə bilirik. Bəli. Amma 2 ay tamamladısa artıq olur xroniki övrə. Xroniki övrə də 3-5 il ərzində pasiyenti psixologiyasını pozur, belə deyim. Çünki gedir, gəlir dövrə olaraq siz dediyiniz kimi qida, stress, gərginlik, bunlar hamısı qaşıntıya yenidən köpməyə səbəb ola bilir, düzdür. Belə məqamda təbii ki, ümidini itirmir, pasiyentə mütləq şəkildə izah edirəm ki, bax bu dövr bir 6 ay dietanı saxlamalısan. Yəni mən sənə izah edirəm, amma qalanı özün bilərsən. Yenə səbsən gəlib demək ki, Quba xanım mən səbdim. Psixoloji durum təbii ki, sakit olmalıdır. Saat 10-da 11-də maksimal tez yatmaq lazımdır. Bəli, saat 10-da 11-də artıq melatonin ifraz olunur beyində və o da bizim sirkat ritmə daxildir. Regenerasiya proseslərində bizə köməklik göstərir. Yəni ona görə də lazımdır ki, orqanizm tam olaraq yaxşı dincəlib, özünə gəlməsi üçün, bərpa üçün lazımdır tez yatmaq. Bir psixoloji bir durum da var da, psixosomatika burada köməyə gəlir. İnsan gərək özünə də təlqin eləsin. Mən həmişə deyirəm, özünüz özünüzün təbibinizsiz. Deməlisən, mən dərmanımı içirəm, düzəlirəm. Nə gözəl, super, hər gün azalır mənim səpkim, hər gün mənim qıcıqlanmır, dərim qızarmır, harda qızanır, hər şey əla gedir. Yəni bunu biz dediyimiz zaman yavaş-yavaş zaten psixosomatika ilə özünü inandıra artıq həqiqətən də bir gün ayılırsan ki, o təsir etmir. Amma bu yenə deyirəm, bir psixoloji təsiri yox, bir tərəfdən də həqiqətən də dietanı saxlayıb o müalicəni tətbiq eləmək lazımdır.